Salam, necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugün sual-cavab videosu çəkirik. YouTube'da video paylaşmışdım. Maşallah, suallarınızı yağdırmısınız. Çalışacağım ki, hamısını cavablandırım. 59 dənə sual var. Getdik. Birinci sual. Bu kanalı başda nə məqsədi ilə açmışdın və indi nə məqsədlə çəkirsən? Bu arada çox gözəlsən. Çox sağ olun. Bu kanalı başda mən restoranlara gedirdim, yemək videoları çəkirdim. Yəni o işi o qədər çox sevirdim ki, amma bir müddətdən sonra artıq hər gün restorana getmək mümkün olmadı. Bu həm pul cəhətdən, həm də ki kilolarım artmağa başlamışdı. Hər gün restoran. İstəmərik ki, elə bir şey olsun. Ona görə də onu davam elətdirmədim. Daha sonra düşündüm ki, mənim başqa hansı sahəni sevirəm və ağlıma avtomatik kosmetika, yəni makiyaj sahəsi gəldi. Dedim elə bu sahədə videolar çəkməyə davam eləyim. Artıq müəyyən bir mərhələyə çatmışıq və hal-hazırda bunu iş olaraq görürəm. Yəni iş məqsədi ilə çəkirəm. Çünki artıq universitet bitir və mən işləmək istəmirəm. Amma yəni işimi sevirəm. Bu bir işdirsə, bunu sevirəm. Növbəti sual: sən ayrı evdə qalırsan, yoxsa ailənlə bir evdə qalırsan? Dostlar, mən ailə evində yaşayıram və ayrı qalmaq da istəmərəm. Çünki ev işləri, yemək, biş-düş, təmizlik heç mənlik şeylər deyil. Ona görə də rahatam, heç pozmaq da istəmirəm. Neçənci ildə olmusan? Bu yəqin ki, deyir ki, neçənci ildə doğulmusan? 2005. Hansı fakültəni oxuyursunuz? Ümumiyyətcə, hansı universitet, neçənci kurs? Bu suallar çox verilibdir. Mən Bakı Dövlət Universitetinin artıq 4-cü kurs tələbəsiyəm. Coğrafiya fakültəsi turizm işinin təşkili ixtisası. Bütün tərcüməyi halımı verdim. Bilmirəm bu naxıra hara gedir. Neçə yaşım var, boyu neçədir? 20 yaşım var, boyum 1.58. 1-2 il bundan qabaq 1.58 idi. Mən soruşan olanda 1.60 deyirəm. Çünki 2 santim artdığını düşünürəm bu illər ərzində. Bir zəhmət artsın yəni. Salam, 9-cu sinifdə repetitor yanına getmisiniz və buraxılışda neçə bal yığmısınız? 9-cu sinif, 9, 10, 11 ümumiyyətcə hazırlığa getmişəm. Buraxılış balım hələ də yadımdadır, çünki balımı çox sevirəm. 203 bal yığmışdım. Yəni bu bal mənim həyatımı xilas elədi. Və balımı da çox sevirəm, fəxr edirəm balımla. Hələ də oxuyursan? Bəli, hələ də oxuyuram. İşləyirsən yoxsa tələbə? Tələbə. Neçə yaşım var? Bildik, 20 yaşım var. Məktəb və ya uni dövründə yaşanan sevgi münasibətlərinə necə baxırsınız? Məktəb dövründə olan sevgiyə boş baxıram. Düzdür, bəzən nadir hallarda məktəbdə danışan, sevgi münasibəti yaşayan insanların sonu ciddi münasibətə gedir. Amma bu çox nadir hallarda olur. Yəni ona görə də boş baxıram. Amma universitet dövrünə yaxşı baxıram. Çünki artıq universitet dövründə yetişkin insanlarıq, niyə də olmasın. Məktəb vaxtı həyatının çətin mərhələsi olub. Hazırlıq vaxtı yetərincə çətin idi onsuz da. Bakı Dövlətdə, bəli, Bakı Dövlətdə oxuyuram. Böyüyəndə nə olmaq istəyirsən? Mən yetərincə böyük deyilmiyim yəni? Nəsə, bu sual məni düşündürdü. Sevgilin var, yoxdur. Hansı dinə inanırsınız? Bu suala məncə cavab verməməliyəm. Düzgün çıxmaz. Ateist deyiləm, yanlış anlamayın. Makiyaj edərkən ən sevdiyim makiyaj malzəməsi nədir? Ənlik və gloss. Bürcün nədir? Əqrəb bürcüyəm. Neçənci ildə doğulmusan? 2005. Ən sevdiyin rəng? Ağ rəng. Ən sevdiyin heyvan və həşərat? Heç biri. Həşərat sevmirəm, nifrət edirəm. Ən sevdiyin rəqəm? Yoxdur. Birinci kurslara nə məsləhət verərsiniz? Birinci kurslara verəcək o qədər məsləhətim var ki, amma məncə bu ayrıca bir videonu hak edir. Ona görə də bunu hardasa universitet açılan vaxtı, sentyabr ayında paylaşacağam. Çoxlu məsləhətlərim var. Siz də yararlanarsınız. Məsələn, birinci kursun ilk günü nə makiyaj eləyək, nə geyinək, necə davranaq, bunların hamısı. Blok imtahanı necə keçib? Blok imtahanım çox pis keçmişdi. Ümumiyyətcə, mənim coğrafiyam yaxşı deyildi. Tarix də elə belə, riyaziyyatım da pis idi. Ona görə də yaxşı keçməyib.
Xəyalın nədir? Xəyalım dərd çəkməməkdir dostlar. Heç nəyin dərdini çəkmək istəmirəm artıq. Sevdiyim var, yox. Hansı makiyaj stilini etməyi xoşlayırsınız? Baxın, hal-hazırda üzümdə olan makiyaj mənim ən sevdiyim stildir. Buna nə deyirlər? Full glam. Nəsə qlamlı bir şeydir. Üz baxım məhsulları seçərkən qiymətinə görəmi, yoxsa marka məhsulu olmasına görəmi seçirsiniz və hansı məhsulları tövsiyə edərdiniz? Üz baxım məhsulları seçəndə cibimə görə və cibimə görə maksimum keyfiyyətli olan məhsulu almağa çalışıram. Hansı məhsullar? Mən daha çox Koreya beauty, Koreya məhsullarını bəyənirəm. Çünki normal məhsulla onu istifadə edəndə həqiqətən o aradakı fərq hiss olunur. Amma belə mən marka deyən bir insan deyiləm. Sənə bir kitab versələr, içinə kimin adını yazardın? Bu nə sualdır? Heç kimin adını yazmazdım. Öz adımı yazardım. Heç saçlarınızı boyatmısınız? Oho, nə qədər boyatmışam yəni. Gördüyünüz kimi mən 1-ci kursdan etibarən, artıq 3-cü kursam, hər il saçımı asvetleniya, yəni açdırıram. Bir dəfə də kraska qoydurmuşam. Eləyir 4 dəfə. Bahalı makiyaj etməyi sevirsən, yoxsa ucuz makiyaj? Təbii ki, bahalı makiyaj. Kim sevməz ki? Neçə bal toplamışdınız blok buraxılış? Hansı fakültədə oxuyursunuz? Blokdan 110-114 aralığı. 114 idi deyəsən. Aşağı bir balı idi. Sizcə informatika ixtisasları üzrə hansı ixtisası seçə bilərəm? Mən olsam IT seçərdim. Çünki baxıram, IT üzrə vakansiyalar da çoxdur. Həm də gələcəyi olan bir ixtisasdır. Salam, necəsən? Yaxşıyam, sən necəsən? Sən göz makiyajını edəndə çətin deyil eləmək. Yox, çətin deyil. Mən bunun videolarını da çəkirəm. Gedin bax. Makiyaj tutorial, bəli çəkərəm. Sevgilim var? Yox, yoxdur. Salam canım, salam canım. Yeniyetməlikdə üzünüzdə sızanaq, qara nöqtə olubmu? Çox olubdur. Ümumiyyətcə yeniyetmə vaxtı mənim üzüm səpkili idi və hər səhər bunu özümə kompleks halına gətirirdim. Hər səhər dururdum, məktəbə gedəndə üzümə pudra vururdum. Yəni pudra vurmaq daha da mənim üzümün vəziyyətini pis günə qoydu. Heç yaxşı keçmədi. Ona görə də ümumiyyətcə o bir perioddur da, yəni müəyyən bir müddət çəkir, həmişəlik olmur ki, ona görə də səbirli olmaq, çox da takmamaq lazımdır. Neqativ şərhlərə və tənqidlərə qarşı reaksiyanız necə olur? Neqativ şərh gəlir, belə baxıram, 10 saniyə baxıram. Bu həqiqətən düz deyir, yoxsa səhv deyir? Sonra 10 saniyədən sonra da unuduram, çıxır, gedir. Ümumiyyətcə, sosial mediada çox abartılı qəşəng mesajlar da gəlir, abartılı pis mesajlar da gəlir. Ona görə də heç birini o qədər də ciddiyə almamaq lazımdır. Çünki yəni o yaxşı kommentlərə görə mən dünyanın ən wow insanı da deyiləm, ən pis insanı da deyiləm. Ona görə də özümüz haqqında olan fikirlərimiz stabil olmalıdır. Başqalarının fikri bizim özümüz haqqında olan fikrimizə çox da təsir eləməməlidir. Çox da yox, təsir eləməməlidir ümumiyyətlə. Amma bəzən bəzi kommentlər olur ki, məsələn deyir ki, bu makiyajınız yaxşı alınmayıb. Bu gün qaşınız pisdir. Sonradan həqiqətən fərqinə varırsan ki, hə, məsələn, bundan əvvəlki dondurma videomda demişdilər ki, qaşın nə gündədir. Sonradan baxdım, gördüm ki, həqiqətən qaşım pisdir. Çünki qaşıma əl vurmuşdum, özüm pis günə qoymuşdum. Ona görə də pis gündə idi, amma indi düzəlib. Universitetinizdən razısınız? Bəs universitetiniz haqqında ən sevdiyiniz və sevmədiyiniz xüsusiyyət nədir? Cavab versəniz xoş olar. Sevilirsiniz. Siz də sevilirsiniz. Universitetimdən razıyam. Yarı-yarıya. Ən sevdiyim xüsusiyyət odur ki, məsələn, Bakı dövlətin bir prestiji var, yəni yaxşı vibe var universitetlər arasında. Sevmədiyim xüsusiyyəti də odur ki, bəzən bəzi müəllimlər çox kobud ola bilir və imtahan zamanı ya da semestr ərzində haqsız ballar verilə bilir. Oxumayana çox bal, oxuyana az bal. Haqsızlıqlar olur yəni. Amma belə ümumi olaraq bəyənirəm. Hansı ölkələrə səyahət etmək istəyərdim? İspaniya. Ən birinci İspaniya.
Daha önce hiç Türkiye'ye girdim mi? Gelmedim. İnşallah gelirim. En sevdiğin etek kısa yoksa uzun? Mənim boyum qısadır deyə mənə uzun ətək yaraşmır. Amma belə də ikisini də sevirəm, amma ən çox qısanı sevirəm. Bir günlüyünə hansı super gücə sahib olmaq istəyərdiniz? Yaratım gücünə. Məsələn, deyim ki, 1 milyon dollar olsun. Belə eləyim, hop, qabağımda olsun. O bəzi insanlar deyir, ışınlanım, görünməz olum. Nə edirəm olar? Sən al. Yaratım gücü. Həyatında sevdiyin 3 şey. Həyatımda sevdiyim 3 şeyin olduğunu düşünməniz məni çox xoşbəxt elədi. Bir soruşun görün, həyatımda sevdiyim 3 şey varmı? Zarafatsız belə qoy fikirləşim. Ümumi olaraq yaxşıdır da. Çox da yaxşı deyil. Nə bilim, 3 şey tapa bilmirəm. Stomatoloq olmaq istəyirəm. Səncə sərfəli bir ixtisasdırmı? Plus sən stomatoloq olmaq istəmirsən, bir an belə olsa. Bir an belə olsa istəmişəm, amma anlıq olubdu, sonra çıxıb gedibdi o istək. Stomatoloq olmaq məncə sərfəlidir, niyə də olmasın? Əgər həqiqətən işinizi sevəcəksinizsə və onu professional şəkildə öyrənəcəksinizsə, sizə hər zaman sərfəli olacaqdır deyə düşünürəm. Sevgilin var? Yox. Meykapla outfit arasında əsas hansı rəng çalarlarına üstünlük verirsən? Makyajda gözdə qəhvəyi burgundi tonlar, amma dodaqda nude-la pembemsi, cringe oldu, pembemsi nədir? Hə, outfitdə də mən ən çox ağ geyinirəm, 5 tonları, qəhvəyi, belə geyinirəm. Həyatım bir kitab olsaydı, onun əsas sözü nə olardı? Belə eləyirəm, elə bir dərs danışıram. Həyatım bir kitab olsaydı, türklərin bir sözü var, ilərləməyə devam et. Onun bir mahnısı da var. Hə, bizim dildə nədir o? Dayanma, irəliləməyə davam elə. Dayanma olardı, hə. Həyatında ilhamlandığın şeylər nədir? Mən hər şeydən ilhamlana bilirəm. Sosial mediaya o heç, o hamımız ilhamlanırıq. Məsələn, mənim günün müəyyən bir saatı var ki, dururam özümə laktozsuz südlü kofe hazırlayıram. İçinə də buz atıram. Onu içəndə telefonda da maraqlı bir şey qoşuram. Yəni onu içən zaman mənə heç kim təsir edə bilməz. Gəlsinlər yanımda dava eləsinlər, nə bilim, nə eləsinlər. Qram təsir olmaz mənə. O an mənim inspiring zamanımdır, yəni. Inspiring nədir? İlham zamanımdır. Yəni o ilhamlandığım şeylərdən biri odur. Həmin momentdə ağlıma ilhamlanacağım şeylər gəlir. Vay, çox danışdım, yoruldum. Bir də niyə belə gözəl videolar paylaşırsan? Çox sağ olun. Sonra nə gəlir? Sənin qardaşın və ya bacın var. Bir sualım da var. Nədən qardaş bacın varsa bilmirik. Var, yox. Amma nədən onları göstərmirsən videolarda? Bu sualı yazan insan deyəsən mənim öncəki videolarıma baxmayıbdı. Demək olar ki, mən əslində qardaşımla məşhurlaşmışam. Səhv çıxdı. Bir damcı tanınmışam qardaşımla, hansı ki, qardaşım videomu editləyir, qardaşım kombinimi seçir. O videolardan bir damcı tanınmışam, amma sizə bir sir verim, o əslində qardaşım deyil. O əslində xalam oğludur, amma mən onu qardaşım kimi görürəm, çox istəyirəm deyə videolarda da qardaşım deyirəm. Uzatmağa nə gerek var? Deyim ki, xalam oğlu kombinimi seçir. Xalam oğlu makyajımı editləyir, çox uzun çıxır. Ona görə də qardaşım. Bacım da yoxdur. Evin tək uşağıyam. Və suallarımız bu qədər idi. Ümid edirəm ki, verdiyim cavablar sizi qane elədi, bəyəndiniz. Növbəti dəfə hansı videolar çəkməyimi istəyirsiniz, mütləq kommentariya hissəsində yazın və birinci kurslara məsləhət videosu da gələcək, makyaj videosu da gələcək, hər şey gələcək. Çünki daha imtahanım yoxdur. Çünki daha xoşbəxtəm, rahatam. Bu günlük bu qədər, sağ olun.